Ballı Marketlər şəbəkəsinin təşəbbüsü ilə Suraxanı rayon İcra Hakimiyyəti, Dövlət Məşğulluq Agentliyi və Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı əsasında Qurban Bayramı və 1 iyun Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilib. Nəqqaş restoranında təşkil olunan tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialının müdürü Habil Əliyev, Sosial Xidmətlər Agentliyinin sosial ehtiyacların qiymətləndirilməsi üzrə Mərkəzi Filialın müdürü Rafiq Zamanov, Ballı Marketlər şəbəkəsinin müdürü Elman Əsədov, rayon İcra Hakimiyyəti başçısının müavinləri və Bakı Regional Məşğulluq Filialının nümayəndələri, eləcə də 370 nəfərdən artıq fiziki məhdudiyyətli və müxtəlif uşaq evlərində yaşayan azyaşlılar iştirak ediblər. Tədbirdə uşaqlar üçün maraqlı əyləncə proqramları, musiqili çıxışlar, interaktiv oyunlar nümayiş olunub və onlara xüsusi hədiyyələr təqdim edilib. Tədbirin əsas məqsədi uşaqlara sevinç bəxş etmək, onların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, eyni zamanda dövlət və özəl sektor əməkdaşlığı çərçivəsində sosial məsuliyyət nümunəsini nümayiş etdirməkdir. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialının müdürü Habil Əliyev, sosial ehtiyacların qiymətləndirilməsi üzrə Mərkəzi Filialın müdürü Rafiq Zamanov, Ballı Marketlər şəbəkəsinin müdürü Elman Əsədov, uşaqların sosial rifahının yüksəldilməsi, onların mənəvi-psixoloji inkişafının dəstəklənməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə daim diqqət göstərilməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, bu kimi layihələr cəmiyyətin həssas təbəqələrinə göstərilən qayğının və humanist dəyərlərin təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Səmimi və yüksək əhval-ruhiyyə şəraitində keçən tədbir uşaqların yaddaşında xoş təəssüratlar yaradıb, onların sevinç dolu anlar yaşamasına səbəb olub.